bu sosial mediadan öncə başlayıbdır əslində qadınları işə məcbur etmə feminizm. Çünki dövlətə vacibdir ki, qadınlar çıxsın işləsin, vergi ödəsin və vergiləri toplasın. Bankirlərə sərf edirdi ki, insanlar birləşsin, boşansın, 2 dənə ev alsın, 2 dənə maşın alsın, ailə olaraq yaşamasın. Yəni onlar bütün bu ailə institutu dağıtmağa daim olaraq həm dövlət, hökumət olaraq, həm bankirlər olaraq onlar ailə institutunun zəifləməsinə doğru hər bir addımlar atıblar. İndi sosial media gəlibdir və onların bu ideyasını daha da asanlaşdırıbdır. İnsanlar qeyri-realistik gözləntilər formalaşdıraraq mənim ərim, mənim oğlanı mənə 14 fevralda mənə bu maşını aldı. Qadınlar da oturub düşünür ki, wow da, mənim də belə ola bilərdi. Və çox rahat şəkildə bir də mini yubqada post qoya bilər və 1000 dənə like gələcəkdir, 1000 dənə direct mesaj gələcəkdir ki, və qadın şüurun altında düşünəcək ki, wow, mən necə də populyar. O düşünməyəcək ki, onların heç bir ər deyil, ər materialı deyil. O düşünməyəcək ki, mən əslində populyar deyil, bu bir fake'dir. Yəni ki, qondarma düzəldilmiş bir mifin içində yaşayırıq. Sosial media bunu gətirdi. O, bu ailə institutunu qadınları və kişiləri çaşdırmaq üçün çox yaxşı alət rolunu oynaya bildi. Sadəcə hamı fərqində deyil etdiyinin.